Əziz şagirdlər, əziz tələbələr, əziz valideynlər, biz bu günlərin Çağdaş Təhsil komandası olaraq Azərbaycanımızın çox gözəl rayonu Oğuz rayon Xalxal kəndində bir müddət əvvəl biz təqaüdlü olan müəllimləri işlandırmışdıq. Qocaman müəlliməmiz üçün, yəni indi gəldik bir müddət sonra. İstərdik ki, bu anamız da sizlər tanıyasınız. Bir daha sizi xoş gördük anamız. Hoş geldiniz. Adınız, soyadınız? Xanım Şəmiyeva. Xanım Şəmiyeva. Xanım müəllimə, neçə il təhsil sahəsində çalışmışsınız? 40 ilə yaxın təhsil sahəsində çalışmışam. Öz sözünü demiş müəllimlərdən birisi. İbtidai sinif müəllimisi. İbtidai sinif müəllimisi. Tələbələrinizdən, şagirdlərinizdən ən çox hansı peşənin sahibi olanları var? Çox oxuyublar, ali məktəbə girənlər var, hərbiyə girənlər var. Çox uzaqlardan sorağı gəlir, vəsiyyətdən bəri. Bir də görsən, danışırlar, göndərirlər ki, filan müəllimə, mənim müəlliməm olubdur. Salam göndərirlər. Ulu öndərimiz demişkən, müəllim peşəsi ən şərəfli peşədir. Müəllim peşəsində də ən çətin ixtisas ibtidai sinifdir. Nəyə görə ibtidai sinifdir? İlk əlifbanı, ilk ana sözünü, ilk vətən sözünü, ilk hərfləri öyrədən kimlərdir? Əlbəttə ki, müəllimələrdir. Ona görə bu müəllimlərdir ki, bu müəllimlər ilk rəqəmləri, əlifbanı öyrədən müəllimlərdir. Sizə öz adımızdan dərin təşəkkürümü bildirəm müəllimə. Bir daha sizi xoş gördük. Sağ olun. Həm də biz bilirik gözəl anasınız siz, gözəl nənəsiniz. Bəli, nənəyəm, nənələrim var. Biri hərbidədir, əskərlikdədir. Neçə övladınız var? 3 evladım var. Adları nədir övladlarınız? Rauf, böyün o adı Raufdur, Mustafayev, Səyavuş, bir də qızım var Arifə. Anam, bu kadrlara 10 il, 20 il, 30 il sonra sizin nəvələrinə, nəticələriniz baxacaqdır. Nəvələrinizə, nəticələrinizə öz ürək sözlərini nə deyə bilərsiniz bax buradan? Bu kadrlara 2046, 2050, 2070, 80-ci illərə baxacaqdılar. Onlara nə ürək söz deyirsiniz? Həm şagirdlərinizə, sizi tanıyanlara, bizlərə öz ürək sözləriniz nə deyə bilərsiniz? Şagirdlərimə onu deyə bilərəm ki, heç vaxt onları mən unutmuram. Həmişə yadımdadır. Allah onları harda olur olsun, yollarını uğur eləsin, səsləri uzaq yerlərdən, yaxşı yerlərdən gəlsin. Amin. Bəli, biz də Çağdaş Təhsil komandası olaraq həmişə maraqlanıram onlarla. Çox gözəl anam, çox gözəl. Həmişə də orada çöldə barda görəndə üstümə atılırlar, mən onlar məni çox mehribanlıqla qarşılayır. Nəvələrim Allah Taala onları məni uğurlu belə uzun ömürlü eləsin, istədikləri arzulara çatdırsın. Bu da sizin nəvənizdir. Bu da bizim. Ben de uzun deyil. Bu da mənim nəvəmdir. Bu da hərbini istəyir. Nə deyə bilərsiniz onlara, gələcəkdə ürək sözləri nə deyə bilərsiniz? Gələcəkdə baxıb xatırlasınlar nənəni. Allah onlara uzun ömür versin, ağıllı olsunlar, həyat yollarında çox ağılla, düşüncə ilə irəliləsinlər. Təşəkkürlər, hörmətli izləyicilərimiz. Biz də öz növbəmizdən, mən Vüsal Kərbəzəyə bizim illərin jurnalisti, pedaqoqu olan Arzu xanıma da dərin təşəkkür bildirəm. İllərin kameramanı olan Elşən bəyə də dərin təşəkkür bildirəm. Və sizə də sağ ol deyirik. Bizim də arzumuz odur ki, Allah Taala o gün olsun. Neçə yaşınız var? 75 yaşım var. Yubiləyə gəlmişdi onda. 80 yaşınızda, 90, 100 yaşınızda gələk gözəl çəkmişsiniz. Xəbərsiz yubiləyə gəlməzlər, gələrdiniz. Yaxşı sizə İnşallah, inşallah. Təşəkkürlər, çox sağ olun.